Salam, belə bir trapesiya sualına baxaq. Deməli deyir ki, düzbucaqlı trapesiyanın iti bucağı çor bucağından 5 dəfə kiçikdir. Yəni iti bilir ki, düzbucaqlı trapeziyada bu bucaqlar 90 dərəcədir. A və B bucaqları, yəni yan tərəflərindən biri oturacaqlarına perpendikulyardır. Və digər bu yan tərəflərinə bitişik bucaqlarının cəmi isə trapeziyada bilirik ki, yəni alfa ilə betanın cəmi olur 180 dərəcədə. Düzbucaqlı trapeziyada kiçik oturacaq x-dırsa, biz hündürlüyü çəkəndə burada x olur. Burada artıq məsələn böyük oturacaq A-dırsa, A çıxıq x qalır. Sonra düzbucaqlı trapeziyanın 2 dənə yan tərəfi var. Bilirik ki, burada CD böyük yan tərəf olur. AB isə kiçik yan tərəf olur. Nəyə görə? Çünki bu yan tərəf həm də düzbucaqlı trapeziya hündürlüyüdür. Biz bu hündürlüyü paralel bura götürsək, hündürlük fikir veririk. Burada düzbucaqlı bucağı alınar və artıq bu hündürlük bizim katetimiz olar. Yəni bu yan tərəf artıq katet əvəz eləyər, digər yan tərəfi isə hipotenuz əvəz eləyər. Yəni ona görə CD daha böyük yan tərəfdir. AB isə kiçik yan tərəfdir. Yəni hündürlüyü olan kiçik yan tərəfdir. İndi bizdə burada lazım olacaq mən xassələri əsas dedim. İndi keçək məsələnin həllinə. Deməli məsələdə deyir ki, düzbucaqlı trapeziyanın iti bucağı çor bucağından 5 dəfə kiçikdir. Onda çor bucaq 5x olsa, iti bucaq x olacaq və bunların ikisinin cəmi olacaq 180 dərəcə. Çünki iki paralel düz xətdir, sanki bu da kəsəndir. Arada qalan bu bucaqların cəmi olur 180 dərəcə. 6x bərabərdir 180 dərəcə, x da bərabərdir 30 dərəcə. Deməli, iti bucaq 30 dərəcə, çor bucaq isə olur 150 dərəcə. Bunları tapdıq. Sonra bizə burada nə deyirdi? Deyirdi ki, kiçik yan tərəfini verib 4/3 böyük oturacağını istəyir və oturacaqları da vermişdi. Deməli, biz bucaqları 30 və 150 tapdıq. Qeyd eləyək 30 dərəcə, 150 dərəcə. Sonra oturacaqlar K-2 və 3K-da kiçik oturacaqdır deyə K-2 kiçik, 3K-nı da böyük oturacaq deyirəm. Çünki 3K K-2-dən daha böyükdür. Yəni K-nı 3-ə vurulmuşdu. Bu isə K-dan 2 çıxıram, kiçikdir. Kiçik yan tərəf buradır 4/3, yəni hündürlük 4/3'dür. Mən nə edirəm? Hündürlüyü paralel köçürürəm. Deməli, burada olur 4/3. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, hipotenuzumuz olur 8/3. 30'dursa, onda olur bura 60 dərəcə. 60 dərəcəli bucaq qarşısındakı katet, yəni bu hissə digər katetin kök misli olur. 4/3'ün kök misli də 4/3'ü vururuq kök olur 12. Deməli, burada oldu 12. Deməli, bildik ki, bura K-2, onda bu aşağı da K-2 olur. Yəni buradan bura. Çünki eyni, yəni o kiçik oturacaq olan hissəsini verir elə bizə. K-2'nin üstünə bu 12'ni gəlsə, ümumilikdə böyük oturacağı verir. Yəni K-2 üstə gəl 12 bərabərdir. Böyük oturacaq da bizdə vermişdi 3K. Buradan alırıq ki, K-nı keçirsək 2K bərabərdir. Mənfi cinsin 12 gəlsək 10. K da olur 5. Bizdən böyük oturacağı istəyirdi. Böyük oturacaq da 3K idi. 3 vur 5 olur 15.